Tarixçilər hələ də Stalinin necə və niyə öldüyü barədə mübahisə edirlər. Bəziləri seri rəhbərin təbii ölümünə inanır. Digərləri isə yoldaşları tərəfindən sui-qəsdin qurbanı olduğunu iddia edirlər. Hər iki baxışın öz arqumentləri var, lakin onlar tam deyil. 1953-cü il martın 5-də saat 21:50-də Stalinin ürəyi dayanır. Keçirdiyi insultdan sonra 13 gün müalicə edən ən yaxşı həkimlərin səyləri nəticəsiz qalır. Diktator ölür. Ölümündən 10 dəqiqə əvvəl ona adrenalin vurulmuşdu. Bu ürəyini yenidən işə salmağın son ümidi idi. Ancaq təsirsiz qalır. Stalinin qızı Svetlana Alluliyeva sonralar yazırdı. Əzab dəhşətli idi. Onu hamının gözü qarşısında boğdu. Ən son anda birdən gözlərini açdı və ətrafında dayanan hər kəsə baxdı. Bu ölüm qorxusu ilə dolu dəhşətli bir baxış idi. Növbəti səhər qəzetlər xalqa dövlət başçısının ölümü barədə məlumat verir. O vaxta qədər ona yaxın olanlar hakimiyyətin yenidən bölüşdürülməsi barədə razılığa gəlmişdilər. Bu razılaşmalar rəhbərin ölümündən əvvəl baş vermişdi. O günlərin şahidi olan yazısı Simonov martın 5-də Kremldə ən yüksək dövlət məmurlarının Sovet rəhbərliyinin yeni tərkibini necə müzakirə etdiklərini xatırlayır. Hamı sanki daha sərbəst nəfəs alırmış kimi çiyinlərindən ağır bir yük götürülmüşdü. Keçmiş silahdaşlar diktatorun tutduğu vəzifələri tutmağa tələsirdilər. Beləcə, Malenkov Nazirlər Şurasının, Xruşov Mərkəzi Komitənin aparatına rəhbəri oldu. Beria, Molotov, Kaganoviç və Bulganin Malenkovun müavinlərinin yerlərini tutdular. Stalin yalnız Mərkəzi Komitənin yeni rəyasət heyəti üzvü olaraq qaldı. Bütöv bir dövr, dəhşətli, böyük, qanlı bir dövr bir gecədə başa çatdı. Stalinin ölümündən yarım saat sonra Xruşov və digərləri mərhumun dəfn mərasimini onun kabinetində müzakirə edirdilər. Amma heç kim onun kreslosunda oturmurdu. Sənədli sübutların olmaması, eləcə də məsələnin özünün spesifik təbiəti səbəbindən tarixçilər Stalinin ölümünün iki versiyasını ciddi şəkildə nəzərdən keçirməyə məcbur olurlar. Rəsmi məlumat insult keçirdiyini deyir. Həkimlər martın 2-də Stalini müayinə etdilər və onun beyin qanaması keçirdiyi qənaətinə gəldilər. İnsult nitq itkisinə və sağ qolunu və sol ayağının iflisinə səbəb olduğu bildirilir. Əgər bu Stalin olmasaydı, həkimlər ölüm qaçılmazdı deyərdilər. Buna baxmayaraq onu müalicə etdilər və müalicəsi diaqnozla tamamilə uyğun gəldi. Stalin əleyhinə sui-qəsdin birbaşa sübutu yoxdur. Lakin bir-birindən daha inandırıcı sui-qəsdi dolayı təsdiqləyən əlamətlər var. Stalinin kiçik oğlu Vasili Stalin açıq şəkildə atasının zəhərləndiyini iddia edir. Həmçinin onlara qarşı ifadə verə biləcək bir neçə tərəfdaşın şübhəli hadisələri və hərəkətləri də var. Stalinin ölümündən maraqlı olanlar Xruşov, Beria, Malenkov və Bulganin ilə nahardan bir gün sonra Stalin insult keçirdi. Martın 1-də axşam o Kunsevadakı bağ evində yemək otağının döşəməsində uzanmış vəziyyətdə tapıldı. Mühafizəçilər ya həkimlərin çağırılmasını tələb edir, ya da bunu etməkdən qorxurlar. Çünki Stalinin şəxsi həkimi onu qəbul etməyə icazə verilən yeganə şəxs olan Vinogradov həbs edilmişdi. İlk gələnlər təcili olaraq çağırılan Beria və Malenkov idi. Lakin onlar Stalinin yatdığını iddia edərək onu narahat etməməyə əmr edirlər. Həkimlərə xəstəni yalnız martın 2-si səhər qəbul etməyə icazə verildi. Beləliklə, Stalinə uzun müddət tibbi yardım göstərilmir. Beriyanın və digər yüksək vəzifəli məmurlarını Stalini öldürmək üçün bir səbəbi vardımı? Məsələn, onu zəhərləməklə və ya həkimlərin baxışını qəsdən gecikdirməklə. Əlbəttə, bu Stalinin dövründə heç birinin özünü təhlükəsiz hiss etməməsi üçün kifayət edərdi və gec-tez özünü qoruma mübarizəsindəki ümumi qorxu və həmrəylik diktatora qarşı işləyə bilərdi. Stalinin ölümündən sonra bir çox qəribə hadisələr baş verdi. Onun mühafizə xidmətinin əməkdaşları Moskvadan müxtəlif şəhərlərə göndərildi. Beria xəstəni müalicə edən həkimləri seçdi. Onların sənədləşmə işlərinə də özü nəzarət edirdi. Bütün bunlar sui-qəsdçilərin izlərini gizlətdiyini göstərir. Lakin dolayı dəlillər təkcə sui-qəsdin qəti sübutu kimi göstərilə bilməz. Sui-qəsdi təşkil etməkdə şübhəli bilinən Beriyanın 1953-cü il mayın 1-də mavzali kürsüsündən "Mən hamınızı xilas etdim, mən ondan vaxtında qurtuldum" dediyi iddia edilir. Xruşov isə 1964-cü ildə Stalini müzakirə edərkən belə deyib: "Bəşər tarixində bir çox qəddar tiranlar olub, amma onların hamısı faciə ilə həlak olub. Necə ki, özləri də güclərini başqalarının faciələri üzərində qururdular." Bəlkə də həqiqətin olduğu sənədlər hələ də arxivlərin xüsusi bölmələrində və ya Kremlin divarları arasında qorunub saxlanılır. Zaman gələcək ki, Stalin ölümünün səbəbləri gün üzünə çıxarılacaq. Lakin tutaq ki, həqiqətlər bilindi. Bu onun haqqında fikirləri dəyişdirəcəkmi? Çox güman ki, yox.
Xalqların düşman olan bu dövlət Stalindən çox yaşamadı. Yaşaya da bilməzdi. Çünki bu dövlət qan üstündə qurulmuşdu.